Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 4 otaqlı ev çıxdı satışa 87 min manata. Qiymətində endirim olunacaq. Bax, ev sahibi özü də daha yanımdadır. Hə, qiymətində endirim olunacaq. 4 otaqlı evdə 120 kvadrat yaxın evdir. 2 sot yarımdadır. 2 sot yarımda, bax, torpağın çıxarışı ilə satılır. Bax, diqqətlə baxın. 2 sot yarımda 4 otaqlı ev, 120 kvadratlıq ev, şəxsi özləri üçün tikilmiş ev 87 min manata. Qiymətində ev sahibi özü endirim eləyəcək. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var, kanalizasiyası mərkəzidir. Sonra hər şey qurulub. İçəridə də mətbəx var, yay mətbəxi də var. Çox qəşəng səliqə sahmanlı bir evdir. Həyəti bir dənə göstərək. Həyəti göstərək bir dənə zəhmət olmasa. Bax, həyəti görürsünüz, böyük bir həyəti var. Qəşəng gül əkmək üçün xüsusi yerləri var. Həqiqətən güllü çiçəkli yerdir. Həqiqətən çox belə hər şey qaydasında, değil mi? Burada elə hər şey səliqə sahmanla eləyibsən. İnşallah İnşallah müştərilər gələndə də qiyməti razılaşarıq. Tez bir zamanda bunu sata bilərik. 87 bin manatdan ev sahibi özü, dahi ağsaqqal dahidir, endirim eləyəcək. Özü endirim edəcək. Orada nə göstərirdiniz? Hə, kombiyerim bir dənə zəhmət olmasa göstərin. Bax, burada kombinin yeridir, görürsünüz. Örtülü vəziyyətdə kombinin yeridir. Dəmir raşotkaları var. Bütün havalandırması var. Bir də evimizin bura sokolu qabançıqdır. Çox qəşəng evdir həqiqətən. Yəni burada bir dənə əyrəkçilik yoxdur. Qapının üstünə bir dənə qapını göstərin. Kazilokuna qədər qurulub. Sağı solu qabançıq daşlarlandır. Hasar qırağı hamısı güllü çiçəkli yerlərdir. Padvala da giriş oradandır. Ərazi də qupquru ərazidir. Bilirsiniz haladır, bu ərazində deyim, çünki soruşacaqsınız məndən. Oba market var, körpü bağlananda marşrutlar işləyirdi. Düz elə orada yolun qırağında. Heç bir nə sağa dönürsünüz, nə sola dönürsünüz. Düz marşrut qapının ağzından keçir. Yəni darvazanın açan kimi minirsiniz marşruta. Yəni da məhəllənin düz başlanğıcıdır. Gəl buranı da göstərək. Bax bu sanitar qovşağıdır. Həyətdə, evdə də var, həyətdə də var. Bax bu həyətdəki sanitar qovşağıdır. Hamam da var, tualet də var orada. Bu da yay mətbəxidir. Yayda mürəbbələri, nə bilim, balıq, nəsə bişirmək istərsiniz, burada bişirə bilərsiniz. Evdə də mətbəx var, burada da mətbəx qurulub. Bəli, izah elədim mən, onların hamısını dedim. Yay mətbəxini də göstərdim. Bir dənə padvalını da zəhmət olmasa göstərək. Padvalına bir dənə zəhmət olmasa bir dənə göstərək. Bax, bütün hamısı gül çiçəkdir, görürsünüz. Bir dənə padvalına da baxaq. Qupquru ərazi, stiklavatına qədər vırılıb. Bax, videodan görürsünüz, stiklavatına qədər vırılıb. Evimizin pilləkəni içəridəndir, bax. Açdıq, gəldik, daxil olduq evin içərisinə. 1, 2, 3, 4, 5, 6, ardısa 7 daş kürsülüdür. Bax, belə bir koridordur. Hə, yerdəkinin 7 daş, düzdür. Krişyə çıxmaq, o həmin krişyə çıxmaq üçün yerdir. Krişyə çıxmaq üçün yerdir. Hə, krişyə çıxmaq üçün yerdir. Siz də yavaş-yavaş yaxınlaşın. Bax, belə bir koridordur. Gəlirik, düz birbaşa sanitar qovşağıdır, bax burada. Oranı göstərin. Düz yerə birbaşa sanitar qovşağıdır, orada. Demək, ayaq yolu ayrıdır, hamam ayrıdır, görürsünüz. Yəni bir yerdə deyil. Şəxsi özləri üçün tikilmiş evdə hamam ayrıdır, ayaq yolu ayrıdır. İndi mətbəxə baxaq. Mətbəxi göstərək sonra. Mətbəx. Bax, burada mətbəxdir. Kuxnu mebeli, olduğu kimi də qalır. Belə, kuxnu mebeli, kombi, radiator olduğu kimi evin içərisində qalacaq. Radiatorlarda panel radiatordur. Qoşadaşdır. Bax, görürsünüz, dəmir raşotkalarına kimi qoyulub. Qoşadaş fundamentli kəmərli evdir. Evimizin üstünün krişasını dedikdə çerepinsadır. Üstü qalın o, bahalı çerepinsalardandır. Mətbəxi göstərdim, gəlin qonaq otağına. Salam qardaş, necəsən? Hə, bax, bu da qonaq otağıdır. 30 kvadrat, neçə kvadrat dəmi bura? 30 kvadrat. 30 kvadrat qonaq otağıdır. Böyük, geniş, həqiqətən çox belə səliqə sahmanlı evdir. 5 metrin 6 metrə qonaq otağı, təsəvvür elə. 30 kvadrat. Davam eləyək. Bax, burada bir yataq otağıdır. Bax, burada bir yataq otağıdır. Görürsünüz. Təmiri də ki, necə var elə qalıb. Yəni, dağılmayıb təmiri. Səliqəli sahmanlı bir evdir. 87 min manatdan narahat olmayın qiymətindən. Gəlin, dayı özü endirim eləyəcək. Burada bir otaqdır. Uşaq yataq otağı. Necəmi? Necə? Pol laminat deyil. Hə, pol demək istəyir ki, taxtadır. Yəni, laminat deyil, təmiz şam ağacındandır. Burada da bir, amma buranı da göstərək. Burada da bir yataq otağı. 4 otaqlı ev, 3 yataq otağı, 1 qonaq otağı.
Bax gördünüz burada bir otaq. Modemlər də buradadır, internetinə qədər hazırdır. Kanalizasiyası da mərkəzidir. Hər şey var. Burada çox vaxt aparmaq istəmirəm. Mərkəzi kanalda. Mərkəzi kanalizasiya. Deməli nə qaldı? Sizə hər bir şey izah elədim. Gəlin burada bir də izah eləyim. Deməli bax bir də deyirəm Saray qəsəbəsində düz yolun qırağında o Oba marketdən marşrut yol gedir içəri, asfalt yol. Düz elə həmin asfalt yolun qırağındadır. İkinci Oba market. Demək birinci Oba marketdən girəndən sonra biraz qabağa gəlirsiniz, elə orada yolun qırağındadır. Qaz sayğacı, su sayğacı, işıq sayğacı var, kanalizasiyası mərkəzidir. Qoşadaş fundamentli, kəmərli evdir, şəxsi özləri üçün tikilmiş evdir, üstündə çerepitsadır. 87 min manatda qiymətində endirim olunacaq. Siz gəlin mütləq bu evə baxın. Sağ olun.